Какая буква обозначает два звука? Hansı hərf iki səs verir? Ya hərfi iki səs verir. Doğru variant D. В каком слове пишется твердый знак? Hansı sözdə tвердый знак yazılır? Sözlərə baxaq. Веселье – мягкий знак. Шьет – мягкий знак. Подъем – твердый знак. Воробьи – мягкий знак. Doğru variant C. Подъем sözündə tвердый знак yazılır. Укажите слово женского рода. Qadın cinsində olan sözü göstərin. Солнце – средний род. Добыча – женский род. Листок – мужской род. Небо – средний род. Doğru variant B. Составьте предложение. Cümle kurun. Leyla очень любит танцевать. Bu ardıcılığa uyğun gələn variant A variantıdır. Какое слово сочетается со словом эти? Эти sözü ilə hansı söz uyğun gəlir? Эти əvəzliyi cəmdə olduğuna görə söz də cəmdə olmalıdır. Zerkalo, словарь, kostyum sözləri təkdədir. Komnatı sözü cəmdədir. Эти комнаты. Doğru variant D. Какое животное мычит? Hansı heyvan möyürür? Möyürən heyvan inəkdir. Doğru variant A. Корова. Сколько слогов в слове разговаривают? Разговаривают sözündə neçə heca var? Sayaq. Раз, go, va, ri, va, yut. Beləliklə 1, 2, 3, 4, 5, 6 heca oldu. Doğru variant B. Какое животное прыгает? Hansı heyvan tullanır? Çirvyak, qurd tullanmır. Pçıla, arı tullanmır. Akula, akula tullanmır. Kenguru, tullanan heyvan kengurudur. Doğru variant C. Укажите верное окончание. Doğru sonluğu göstərin. Весенний дождь. Doğru sonluq I, variant A. Переведите слово дружба. Дружба sözünü tərcümə edin. Azərbaycanca дружба dostluq deməkdir. Doğru variant C.